Bəs görəsən, həqiqətdə kim qalib gəldi bu mübarizədə? Yezid və İmam Hüseyin mübarizəsində, batil və haqq mübarizəsində kim qalib gəldi görəsən? Aşura əsirlərini Şama gətirirlər. Şamın darvazasına çatanda bir kişi yaxınlaşdı İmam Zeynulabidin əleyhissalamdan, kimin qalib gəldiyini soruşdu. İmam da cavabında buyurdu ki, kimin zəfər çaldığını bilmək istəyirsənsə, namaz və iqaməni diqqətlə oxu. Bax gör namazda kimin adı çəkilir, bax gör azanda kimin adı çəkilir, bax gör iqamədə kimin adı çəkilir, o qalib gəldi. Yəni Peyğəmbər qalib gəldi, Peyğəmbər ailəsi qalib gəldi. Baxmayaraq şəhid edildi, baxmayaraq başları kəsildi, nizələrə vuruldu. Amma azan və iqamədə onların adı çəkilirsə, Peyğəmbər və əhl-i beytinə salam, salavat deyilirsə, namazda, təşəhhüddə, deməli elə biz qalib gəldik.